Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Değerli, kıymetli kardeşler, hürmetli cemaat. Alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, xeyir duası, bərəkət olsun. Allah Taala'nın müvəffəqiyyəti, onun yardımı və köməkliyi ilə dinimizi öyrənməyə, fikhi, şəriəti oxumağa davam edirik. Keçən dərslərimizdə biz namazın qəbul olma şərtlərini öyrənməyə başladıq. Şurutu sihhatus salah. Namazın qəbul olma şərtləri. Bu şərtlərdən ən birincisi namazın vaxtının daxil olmasıydı. Namazın vaxtının daxil olması onun şərtləri arasında ən birinci ilk şərt idi. İkinci şərt insanın təmizlənməsi. İnsanın özünü təmizləməsi. Həm mənəvi cəhətdən, günahlardan, asiliklərdən, şirkdən təmizləməsi, həm də mənəvi cəhət, maddi cəhətdən təmizləməsi. Təmizlik də iki növ idi. Var, böyük hədəsdən təmizlənmə, böyük nəcasət halından təmizlənmə, bu qusul almaq ilə olurdu. Cənabət halından təmizlənmə, qusul almaq ilə. Var, kiçik hədəsdən təmizlənmə, yəni dəstəmaz almaqla aradan qalxan natəmizlik halı. Ayaq yoluna gedib gəldən sonra dəstəmaz almaq, yuxudan oyandıqdan sonra dəstəmaz almaq. Namaz qılmaq üçün də gərək insanın ən birinci bədəni təmiz olsun, ikinci paltarı təmiz olsun, üçüncü namaz qılacağı yer təmiz olsun. Namaz qılacağı yer təmiz olsun. Bu haqda mövzumuza davam edirik. Bugün öyrənəcəyimiz namaz qılmağın qadağan olunduğu yerlər haqqındadır. Hansı yerlərdə namaz qılmaq olmaz? Buyurur ki, müəllif, əsl olan budur ki, yer üzünün hamısı Muhammed sallallahu aleyhi və səlləm və onun ümməti üçün namazgah olub. Necə ki, Rasul sallallahu aleyhi və səlləm buyurur, Cu'ilət liyəl ardu məscidən və tahura. Yer üzü mənim üçün məscid, yəni namazgah, namaz qıla bilərəm yer üzərində, bir də təmizlənmə maddəsi ilə, yəni təyəmmüm edə bilərəm torpaqla, tozla, yerdən çıxan şeylər ilə. Yerin üzərində namaz qılmaq icazəlidir. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, mən 6 şey ilə digər peyğəmbərlərdən üstün fəzilətli oldum. Onlardan biri də az əvvəl oxuduğum kəlamları, yer üzünü mənim üçün namazgah və təmiz olması. Lakin, dəyərli qardaşlarım, bu ümumi sözdən istisna olan 3 yer vardır. Bu 3 yerdə insanın namaz qılması qətən haramdır. Bunlardan birincisi dəvənin yatağı. Dəvənin qaldığı yer. Orada namaz qılmaq icazəli deyil, qadağandır. O yer ki, dəvə orada qalır, ora çökür, onun oturuşuna təbarruk deyirlər, çökür, orada vaxtın keçirdir, həyatın sürdürür orada. Aydındır, dəyərli qardaşlarım, orada yataq. O yerdə namaz qılmaq icazəli deyildir. Cəbir ibn Səmurada rəvayət olunan hədisdə deyir ki, mən Peyğəmbər s.ə.v-dən soruşdum, ya Rasulallah, qoyunun yatağında namaz qıla bilərəm? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bəli. Qoyunun qaldığı yerdə o yataq, o ferma, o ərazi namaz qılmaq olar. Bəs dəvənin ya Rasulallah,
Rasul sallallahu aleyhi ve sellem dedi ki, dəvənin qaldığı yerdə, o yataqda namaz qılmaq olmaz, icazəli deyildir. Başqa bir hədisdə isə Peyğəmbər sallallahu aleyhi ve sellem bunun səbəbini açıqlayır və deyir ki, orada namaz qılmayın, çünki dəvədə şeytanlıqlar var. Onun xüsusiyyətləri arasında, məsələn, kinli olması, məsələn, ona əziyyət verəni illər sonra tapıb ondan intiqamını alması bu kimi şeytanlıq. Allahu aləm, bu sadəcə səbəb kimi açıqlanır bəzi alimlər tərəfindən. Lakin asıl olan budur ki, orada namaz qılmaq olmaz. Çünki Peyğəmbər s.ə.v deyir, olmaz. Tutardı. Hikməti budur. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, dəvə qalan yerdə, dəvənin yatağında namaz qılmaq olmaz. Bu birinci yer. İkinci yer, qəbirsanlıqlar. Qəbirsanlıqlarda namaz qılmaq icazəli deyildir. Namaz qılmaq icazəli deyildir, qardaşlarım. Yəni, həm fərz, həm nafilə. Həm fərz namazlar, həm də nafilə namazlar. İcazəli deyildir. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Əl-ardu kulluha məscidun illəl məqbarati vəl-həmməm. Yerin hamısı məsciddir, namazgahdır, yalnız qəbirsanlıqdan və ayaq yolundan başqa. Bu yerlərdə namaz qılmaq olmaz. Dəyərli qardaşlarım, Əbu Mərfəd Əl-Qanəmidə rəvayət olan hədisi Peyğəmbər s.ə.v buyurur ki, qəbirlərə tərəf namaz qılmayın və qəbirlərin üzərində oturmayın. Qəbirlərin üzərində oturmayın və qəbirlərə tərəf də namaz qılmayın. Ayşə radiyallahu anhə də rəvayət olan hədisdə Peyğəmbər s.ə.v deyir ki, Allah Yahudi və xaçpərəstlərə lənət eləsin, onlar Peyğəmbərlərinin qəbirlərin namazgaha çevirdilər. Peyğəmbərlərinin qəbirlərin üstündə məscidlər tikdilər. Necə ki, bugün bəzi özün İslama nisbət edən firqələrdə var. Qəbirdir, üstündən böyük bir məscid tikib. Qəbirdir, üstündən böyük bir günbəz və s. Peyğəmbər s.ə.v çəkindirib bundan. Bütün bu hədisləri cəm etdikdən sonra, əziz qardaşlarım, qəbirsanlıqda namaz qılmağın qadağan olunduğu görülür. İstər fərz, istər nafilə. Yalnız bir namaz var ki, onu qəbirsanlıqda qılmaq olar. O da cənazə namazıdır. Cənazə namazın qəbirsanlıqda qılmaq olar, əgər vəfat edən şəxs üçün cənazə namazı qılınmayıbsa. O dəfn olub, amma onun üçün hələm cənazə namazı qılınmayıb, qılmaq olar. Peyğəmbər sallallahu aleyhi və səlləm Abdullah ibn Abbasdan rəvayət olan hədisdə bir dəfn olunduqdan sonra bir şəxs üçün cənazə namazı qılır və 4 təşbir gətirir. Yəni, cənazə namazının qılınmasına 4 təşbir vardır. Buradan başa düşürük ki, cənazə namazını qılmaq olar, hətta qəbirsanlıqda. Ona görə ki, cənazə namazı digər namazlar kimi deyil. Yəni, rükuya əyilmək yoxdur, rükudan qalxmaq yoxdur, alnı səcdiyə qoymaq yoxdur, ət-təhiyyatı oturuşu yoxdur və s. Digər namazlar kimi deyil. Cənazə namazı ona görə qılınır ki, ölünün bağışlanmağına səbəb olsun, ona şəfayətçi olsun, onun qəbir həyatı gözəl, yaxşı keçsin deyə. Burada müəllif başqa hədislərdə qeyd edib, bu da onu göstərir ki, qəbirsanlıqda yalnız cənazə namazını qılmaq olar. Üçüncü yer isə, əziz qardaşlar, hamamlarda, ayaq yollarında namaz qılmaq icazəli deyildir. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, yer üzünün hər tərəfində namaz qılmaq olar, yalnız qəbirsanlıqda və bir də ayaq yolunda namaz qılmaq olmaz. Ayaq yolu deyərkən, burada müəllif bir neçə adlar qeyd. Məsələn, ehtiyacın qarşılandığı yer. Yaxud da insanın istər böyük, istər kiçik bayra çıxdığı yer. Hamısı eynidir. Hamısının hökmü eynidir. Namaz qılmaq olmaz. Peyğəmbər s.ə.v-dən yenə hədis var ki, bu yerlər, demək, azğın cinlərin toplandığı yerlərdir, ayağı yolları və s. Ora daxil olarkən deyin, Əuzu billahi minəl xubthi vəl xəbəifi. Həm erkək cinlər, həm də dişi cinlər Allahım sənə sığınıram. Müəllif buyurur ki, yerdir, aşağısı kanalizasiya və ayaq yoludur. Aşağısı, məsələn, bir dişilidir, aşağısından kanalizasiya axır, ayaq yolu axır. Amma üstündə yoxdur belə bir. Orada namaz qılmaq olar ya yox. Doğru olan görüşə görə budur ki, dəyərli qardaşlarım, bir şeyin üstü aşağısına tabi olmur.
həmin o aşağısından ayaq yolu olan yerlərin üstü aşağıdakı ayaq yollara tabe deyil və onun üzərində namaz qıla bilərsən. Onun üzərində namaz qıla bilərsən və onun səthi, yəni üstü nəcasət deyil. Nəcasət olan yer onun içərisidir. Nəcasət olan yer onun içərisidir. Həmçinin məsələn ayaq yolundan çıxdın, qapını örtdün. Qapının ağzına namaz qıla bilərsən. Bəli, qıla bilərsən. Qıla bilərsən. Yaxud da ayaq yolundan çıxdın, sağında, solunda yer var. Önündə, arxasında qıla bilərsən. O yerin içərisində qılmaq olmaz. O yerdəki ehtiyac, amma üssü, elə böyük məscidlər var ki, məsələn, altından kanalizasiya yaxır, amma üssü nədir? Səthdir və orada namaz qılmaq olar. Bax, bu qədər inşallah qısa götürəyin. Artıq bundan sonraki mövzu, bu mövzu ilə əlaqəli olmadığı üçün burada dayanırıq. Demək, öyrəndik ki, yer üzərinin hər yerində namaz qılmaq olar. Digər peyğəmbərlərə verilməyən 6 xüsusiyyətdən biri Muhammed s.ə.və verilmişdi. O da yer üzərinin hər yeri onun üçün namazgah idi. Əvvəlki ümmətlərdə namaz ancaq məsciddə qılınırdı. Ancaq məsciddə, qardaşlar. Amma bizə Allah Teala öz rəhmətindən yüngülləşdirdi. Harda namazın vaxtı girsə, dayanıb qıla bilərik. Amma 3 yer var ki, orada qılmaq olmaz. Birinci, dəvənin yatağı. Demək, digər əti yeyilən heyvanların yatağında qılmaq olar. İnəyin, məsələn, qoyunun, məsələn, tutaq ki, qoyunun altını hazırladın, inəyin altını hazırladın, orada yer eləyib özə namaz qıla bilərsən. Həmçinin onların, məsələn, nəsə sırasa üstüvə, dəysə paltar var, onlar nəcis sayılmır. Nəcis sayılmır, o paltarda namaz qıla bilərsən. İkinci yer, qəbirsanlıqlar, istər fərz, istər nafilə namaz qılmaq olmaz. Üçüncü yerlər isə ayaq yolları, insanların ehtiyaclarını qarşıladığı yerlərdə namaz qılmaq olmaz. Yaxşı, gəlin belə bir şey bilək. İnsan girib ayaq yoluna, yaxud da dəvənin yatağına. İçəridə olanda günorta vaxtı. Kimsə qapıdan bağlayıb çöldən çıxıb gedib. Bağlayıb çöldən çıxıb gedib. Günorta namazını da hələ qılmayıb. Nə qədər çağırır, nə qədər səslənir, heç kim açmır. Namazın da vaxtı keçir ki, da o həddə gəlib çatıb ki, artıq çox az bir vaxt qalıb. Bu neynəsin? Elə həmin yerdə nəyə gücü çatırsa onu ibadətin eləsin. Çünki Allah Subhanahu taala buyurur: "La yukellifullahu nefsen illa vus'aha." Allah Teala insanı nəyə gücü çatır o qədər mükəlləf edir. Fettaqullaha mastata'tum. Bacardığınız qədər Allahdan qorxun. Həmin o yerdə, çünki zəruri haldır. Yəni namazı ki ötürmək olmaz. Qoy haçansa buradan çıxaram, onda zöhrü qəza eləyim, yox. Orada o namazın qılır. Allah Teala bizləri eşitib başa düşüb faydalanan və ən gözəlinə tabe olan qullarından etsin. Amin.